9 mart buraxılış imtahanının video izahını çəkəcəm indi. Görək həqiqətən çətindir, yoxsa sadəcə olaraq çətindir deyə bir şayiə atıblar ortaya. Baxaq. 31-ci sual. Tərz hərəkət zərfinin təsriflənməyən feilə aid olduğu nümunə. Deməli, məndən nə istəyir? Tərz hərəkət zərfi daha doğrusu təsriflənməyən feilə aid olsun. Yəni, deməli, təsriflənməyən feil tapmalıyam, yanında da tərz hərəkət zərfi olmalıdır. Birinci cümlədə baxıram, görürəm ki, bir dənə gəliblər feili var, başqa feil yoxdur, yəni təsriflənməyən feil yoxdur. Yəni məstər feili, sifət feili bağlama yoxdur. Bir olan variantları çıxıram, yəni D ilə E getdi. İkinci cümləyə baxıram ki, təsriflənməyən feil var, danışmaq var. Yanında da belə söz var. Belə əvəzlidir, zərf deyil. Yəni burada tərz hərəkət zərfi də yoxdur. Təsriflənməyən feil var, amma tərz hərəkət zərfi yoxdur. 2 olan variantları çıxıram. Deməli, 1-2-ləri çıxsam, cavab 4-5-6-dır. Yəni, 4-də, baxaq dəqiqləşdirək. 4-də döyüşdüyü feili var, görürsünüz. Şuşada çiyin-çiyinə döyüşdüyü, düyü, dığı deyir, duğu deyir, feil sifət. Yanında çiyin-çiyinə. O da zərfdir. Yəni, çiyin-çiyinə döyüşdüyü zərf təsriflənməyən feilə aiddir. 5-də öz uğurlarından iftixarla danışan sədir indi susmuşdur. Danışan feili sifəti var. Yanında da iftixarla zərfi var. Necə danışan tərz hərəkət zərfidir, feili sifətə aiddir, yəni təsriflənməyən feilə aiddir. 6-da dilucu təşəkkür edib çölə çıxdı. Təşəkkür edib feili bağlamadır. İbi araqla əvəz eləmək olur. Təşəkkür edərək. Yəni feili bağlama təsriflənməyən feildir. Dilucu da zərfdir, tərz hərəkət zərfidir. Ona görə tərz hərəkət zərfi təsriflənməyən feilə aiddir. 4, 5, 6. 32. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. Cümləsi ilə bağlı doğru fikir. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Baxaq, orada neçə feil var? Qazandığı göstərildiyinə dəlalət edir. Artıq dəlalət edir feilini görən kimi biz başa düşürük ki, dəlalət edir feili söz birləşməsinin tərəfi ola bilməz. Çünki bu təsriflənən feildir. Söz birləşməsini yarada bilər təsriflənməyən feillər. Yəni, məstəri feili, sifət feili bağlama. Dəlalət edir, təsriflənən feildir, indiki zamanlı feildir. Bu, birləşmə tərəfi ola bilməyəcək. Amma A-da yazır ki, feillərin hər biri söz birləşməsinin əsas tərəfidir. Bu yanlışdır. B nədir? Quruluşca mürəkkəb, xəbər şəklində olan feil, quruluşca mürəkkəb feil hansıdır? Dəlalət edir feilidir, mürəkkəb feildir bu. Biz bilirik də, ol, et, elə, bil, qıl feilləri mürəkkəb feil yaradırlar. Dəlalət edir, mürəkkəb feildir. Deyir, quruluşca mürəkkəb, xəbər şəklində olan feil. Dəlalət edir, mürəkkəbdir, xəbər şəklindədir, indiki zamanda olduğuna görə. Xəbərin ifadə vasitəsidir. Bəli, dəlalət edir, həmçinin cümlənin xəbəridir. Doğrudur, cavab B variantıdır. Həm quruluşca mürəkkəbdir, həm xəbər şəklindədir, həm də xəbərin ifadə vasitəsidir. Cümlə üzvü olaraq xəbərdir. Cavab B variantı 33-də. 33-də cümlə yazıb və uyğunluğu istəyir. Gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Bu birinci cümlə. Qayıt yerinə qoy ayı, günəşi. Yenə olduğu tək görüm həyatı. Qayıt gözüm nuru, könlüm atəşi. Qayıt sahmana sal bu kainat. Çərçivədə yazıb nümunələrin hər ikisinə aiddir. Nümunələrin yalnız birinə aiddir. Deməli, belə suallar əslində asan olur. Sadəcə olaraq diqqət tələb edir və səbirli düşünmə tələb edir. Gəl fikirləşək. Nümunə hər ikisinə aiddir. Yəni, hər iki cümlədə verilən xüsusiyyət olmalıdır. Yazıb nitq hissəsi ilə ifadə olunan həmzə sözüdür. Baxıram birinci cümləyə, görüm həmzə sözü nədir? Gəncliyim, şərəfim, müqəddəratım. Elə bunlar həmzə olduğu görünür də. Nə? Üçü də nə sualına cavab verir? Bir ürkək ceyranın əlinə düşdü. Nə ceyranın əlinə düşüb? Gəncliyim, şərəfim, müqəddəratım. Həmzə mübtədalardır. Gənclik isim, şərəf isim, müqəddər isim. Nitq hissəsi ilə ifadə olunub. Deməli, bu birinci xüsusiyyət birinci cümləyə aiddir. Hər ikisinə aid olmalıdır. İndi ikinci cümlədə axtarım. Qayıt yerinə qoy. Qayıt sən, yerinə qoy. Yəni, qoy sən. Qayıt, qoy. Qayıt və qoy xəbərləri həmcisdir. Çünki ikisi də sən sözünə bağlıdır. Və qayıt feil nitq hissəsidir. Qoy da feil nitq hissəsidir. Deməli, burada da həmciz xəbərlər nitq hissəsi ilə ifadə olunur. Birinci cümlədə həmciz mübtədalar nitq hissəsi idi. İkinci cümlədə həmciz xəbərlər də feillə, yəni nitq hissəsi ilə ifadə olunur. Deməli, nitq hissəsi ilə ifadə olunan həmciz sözcüklər işlənmişdir, hər iki cümləyə aiddir. Biri götürdüm. Deməli, A, D, E.
3 dənə variant var. 2-yə baxıram. Baş üzvlərin birinin həmcisliyi var. Birinci cümlədə gəncliyim, şərəfim, müqəddəratım mübtəda idi, həmcins idi, baş üzvü idi. Yəni yalnız, baş üzv 2 dənədir, mübtəda xəbər. Burada deyir ki, baş üzvlərdən birinin həmcisliyi var. Birinci cümlədə mübtədanın həmcisliyi var. İndi ikinci cümləyə baxın. Qayıt və qoy həmcis xəbərləri var idi. Bu da həm xəbər də baş üzvdür. Burada da xəbərin həmcisliyi var. Həqiqətən də hər iki cümlədə bir dənə baş üzvün həmcisliyi var. Birinci cümlədə mübtədanın həmcisliyi var. İkinci cümlədə xəbərin həmcisliyi var. Yəni İki də doğru fikirdir. Baş üzvlərdən birinin həmcinsliyi olduğunu görürük hər iki cümlədə. Birində mübtədanın həmcinsliyi, birində xəbər. 1-2-ni götürəcəyik. Yəni A və E variantları ola bilər. Üçüncü sual. Üçüncü şərt. Həmcins üzvlər uzlaşma əlaqəsinin əsas tərəfidir. Birinci cümlədə həmcins üzv mübtəda idi. Gəncliyim, şərəfim, müqəddəratım. Biz bilirik ki, mübtəda uzlaşmanın əsas tərəfidir. Bu birinci cümləyə aiddir. İkinci cümlədə həmcins üzvlər xəbər idi, qayıt və qoy sözü. Biz bilirik ki, xəbər uzlaşmanın əsas tərəfi olmur. Mübtəda uzlaşmanın əsas tərəfi olur. Yəni, bu üçüncü fikir birinci cümləyə aiddir, mübtəda həmcins olduğu üçün. İkinci cümləyə aid deyil. 3 deməli, hər ikisinə aid olmayacaq. Biz 1-2-ni götürmüşdük, 3-ü götürmədik. Hələ də A və E variantları qüvvədədir. İndi keçək sağ sütuna. Nümunələrin yalnız birinə aiddir. Yazıb 2 fərqli cümlə üzvü həmcinsdir. Mən birinci cümləyə baxdım, gördüm ki, orada mübtəda həmcinsdir, başqa heç nə həmcins deyil. İndi ikinciyə baxıram. Qayıt və qoy xəbərlərini tapmışdım. Gəl indi axıra qədər oxuyaq. Qayıt yerinə qoy ayı, günəşi. Aha, görürük ki, ayı nəyi, günəşi nəyi. Bunlar da tamamlıqdır. Ayı yerinə qoy, günəşi yerinə qoy. Deməli, ikinci cümlədə xəbərdə həmcinsdir, qayıt və qoy sözləri. Həmçinin tamamlıq da həmcinsdir, ayı, günəş sözləri. Ardını oxumaya tez qalmır. Deməli, 2 fərqli cümlə üzvü həmcinsdir fikri birinci cümləyə aid deyil, amma ikinci cümləyə aiddir. Yəni yalnız birinə aid olmuş olur da. 2 cümlədən yalnız birinə aid olmuş olur. Birinci cümləyə aid olmur, ikinciyə aid olur. Deməli, mən 1-i, 2-ni və 4-ü götürəcəm. Avtomatik cavab 1, 2, 4 və 6 olacaq. E variantı. 6 nədir? Həmcins tamamlıqlar. Bəli, ayı, günəşi həmcins tamamlıqdır. Nümunələrdən yalnız birinə aiddir. Çünki birinci cümlədə tamamlıq yox idi, həmcinsliyi, amma ikinci cümlədə var. 1, 2, 4, 6, Y variantı. Klasteri tamamlaya bilməz. Uşaq canlıda Q olur X, adi X. Çünki Q-dan sonra samit gələndə X olur. Sait gələndə Q olur. Burada C, samit gəlib X olur. Açıq, aşkar. Orada Q, Q olacaq sait gəldiyi üçün. A saiti gəlib. Q da G olacaq. Baxaq, 3 cingiltli samit. 3 cingiltli samit uşaq canlıda C var. N, 3 dənə oldu, var. Açıq aşkarda Q var, G var, bir də R var. Bəli, bir ortaq fikirdir. Bir yazıla bilər, bizə yazıla bilməzi istəyir. Bir deyil. Bir olan variantlar çıx. Yəni, Y ilə C çıx. Q samitinin kar qarşılığı, Q-nın kar qarşılığı adi X-dır, X. X uşaq canlıda var, amma açıq aşkarda yoxdur. 2 ortaq fikir deyil, 2-ni yaza bilmərik. Cavab 2 ilə başlayacaq. Yəni, ya B variantı, ya D variantıdır. 6 hər ikisində olduğuna görə mən 6-ya baxmayacam. 2-6 deməli variantımız da olacaq. 3 və 4-ə baxacam. Açıq saitlərin sayı qapalı saitlərin sayından çoxdur. Uşaq canlıda 2 dənə açıq sait var. AA. 2 dənə qapalı sait var. UI. Deməli, burada çox az söhbəti yoxdur. Bu da bərabərdir. 3 də səhvdir. Ortaq ola bilməyəcək 3. 4 nədir? Deməli, cavab 2, 3, 6-dır. Səhvləri istəyirdi. 2, 3, siz 6-ya baxmaya ehtiyac yoxdur. Yəni, zaten ya B variantı, ya D variantı olacaqdır. Ya da baxacam indi, 6-nı izah edəcəm. Deyilişi ilə yazışarsa 2 fərqli məqam 4-də deyir. Bəli, uşaq canlıda Q, X olur, L, N olur. Bu 2 fərq. Açıq aşkarda Q, Q olur. Açıq aşkar Q, Q olur. Q da G olur. Bu doğru fikirdir. Yəni 4 səhv deyil, yazıla bilər ora. Ona görə 4-ü götürməyək, 2, 3-ü götürdük. Bir də 6 kar qarşılığı ola bilən olan bir samit işlənib. Belə uşaq canlıya baxanda görürük ki, orada X-nın da, Ş-nın da, C-nın da kar qarşılığı ola bilən, hə. Kar qarşılığı ola bilən uşaq canlıda C-dır bir dənə. Kar qarşılığı ola bilir. Çünki o birisi zaten kardır. İkinciyə baxın. Açıq
açıq, aşkar. Artıq burada isə 2 dənədir. Biri ğ-dır. Q olduğu üçün ğ cingiltlidir, çay qarşılığı ola bilir. 2 da g olur, g cingiltlidir, onda çay qarşılığı ola bilir. 2, 3, 6 D variantı. Sonra 35 deyir, nümunə ilə bağlı yanlış fikri müəyyən et. Yerimək öyrətdin, tutub əlimdən, dolaşdım aranı, dolaşdım dağı. Balana yerimək öyrədincə sən, gərək öyrədəydin yıxılmamağı. Əvəzliyin bir məna növü var. Baxım, yerimək, öyrət, tut, əl, dolaş, aran, dolaş.